İki en vacip sual hansıdır əziz dostum? Birincisi, senin için uğur neden ibarettir? İkinci vacip sual. Sen bu uğurun istikametinde son zamanlar hansı adımlar atmışsan? Eğer sen uğurun senin için neden ibaret olduğunu bilmirsense, yaxud dəqiqləşdirməmsənsə, sen uğura necə çata bilərsən? Sənin üçün getdiyin ünvan belirsizdir. İkinci səmimi cavab ver. Əgər uğur məfhumunu sən özün üçün dəqiqləşdirmisənsə, son zamanlar, son gün, son həftə, son ay, son il sən bu uğur istiqamətində hansı addımlar atmısan? Bu vacib məqamdır. Şəxsin inkişaf proqramında 5-ci bölümü sualları beləcə davam etdiririk. Xoş gördük.